İnşallah sizlere mübarek karar versin. Allah'ın hizmetinde ettiğiniz duaları, dilediğiniz hacetleri hakkınızda kabul etsin. Ve Allah Teala gelen civanı haberimize icabetleri yazışır. Zulüyle dünya Müslümanlar ve size esnaflarına işin şahit etsin. Təsadüf edirdi günlər, Əzəl xanım qarşıda salam və əleyhə ilə namazə salamı bilavət günlərinə, təvəllüd günlərinə Allah Teala inşallah həzrətləri, xüsusilə namazə salam bu dünyada ziyarətini, ahirətdə şəfaətini inşallah sizlərə, bizlərə nəsib eləsin və həm bu dünyada inşallah məşədi ziyaret etməklə, İmam Zaman ziyaret etməklə o həzrətdir. Lütfünə halımız şamil olsun. Ahirette de inşallah onların lütfündən Allah nəsib edəcək bəhrələnək. Ziyaret etdiyimiz olaraq təkrar cismani dövlü insan. İndi ya İmam Hüseyin Əsəlam, ya İmam Hüseyin Əsəlam və digər Əyyub Əleyhisselam gedəsən. Əgər gedə bilməsin, getmək daha fəzilədir. Gedə bilməsində insan elə öz olduğu yerdən də hər gün Peyğəmbər və Əhl-i Beyti ziyarət edə bilər. Bir salam qədər belə olursa. Çünki məsələn, insan özünə biləydi yana İmam Səlləsəlamı ziyarət edirsə, çünki sallallahu aleykə ya Əbə Abdullah Hüseyin və ya Salam aleykə ya Əbə Abdullah Hüseyin böyle salam ziyarətə çatdırır və bu ədəbində, bu salamında, bu ziyarətdə səbəb olar ki, onlar dəvət edərlər, düz olan bu Allah sizlərə, bizlərə inşallah nəsib edəsin. Əyyub Əleyhisselamın ziyarətləri. Demək, tarixi bir hadisə var. Həzrət İbrahim Əleyhisselamın hadisəsini bilirsiniz, eşidirsiniz. Onun oda atılma məsələsində bu şəhər cəmaatının bir adəti var idi. Bunlar ilin bir gününü çıxırdılar, gedirdilər, bayırda bir adətləri var idi, mərasimləri, bayram mərasimi. Şəhərdə heç kim qalmırdı. İlin birində də bu Nəmrud və Nəmrudun hakim olduğu şəhərin cəmaatı çıxdılar, şəhərdən getdilər. Akşam qaydanda bütxanaya daxil oldular, gördülər ki, bütün bütlər sındırılıb, bir böyük büt, çiynində də bir dənə balta asılıb, o qalıb salamlı. Dedilər, bunu kim eləyib, bu necə olub, şəhərdə heç kim yox idi. Bir nəfər dedi ki, Quran ayəsi, dedi, fətən yuqarı ləhu İbrahim. Dedi, bir cavan var, ona İbrahim deyirlər, adı İbrahim. Bunu eləsə o eləyər. Güllər çağırdılar Həzrət İbrahim Əleyhisselamı. Dedilər, bu işi sən görmüşsən. Dedi ki, xeyr, o işi mən görmüşəm. Bəl fəələhu kəbirun, imtihanı məntiqun. Quran nə gözəl məntiqun var. Dedilər, kim eləyib? Dedi, əgər danışa bilirsə. Bunu orada Peyğəmbər idi, yalan danışırız. Dedi, əgər danışa bilirsə, o böyük büt eləyib bunları. Böyük bütlər olsunlar. Çünki bunlar orada başladılar öz puç ibadətlərinin əleyhinə şəhadət verməyə. Dedilər, sən nə danışırsan? Bir daş, bir büt, necə danışa bilər? Bu yerindən tərpənə bilmir. Gücü yoxdur, bu daşdır, bu nölər, bu bütləri necə sındıra bilər? Başladılar bunu Nəmrud qarşı şəhər cəmaatı ittiham eləməyə. Həzrət İbrahim Əleyhisselam buyurduqda özünüz dediniz məsələni. Bir büt gözünü müdafiə edə bilmir. Ondan niyə gedib kömək istəyirsiniz? Bir büt ki eşitmir, danışmır. Niyə gedib ona hacətlərinizi deyirsiniz? Niyə o bütlərə sitayiş edirsiniz? Əlqərəz bildilər ki, budur, bu bütləri sındırır. Məhkəmə oldu, cəzası dedilər ki, yandırılsın. Bəhsimiz budur, bunu qısa deyirəm ki, məsələlərinin mahiyyətindən xəbərdar oldu.
Nemrut əmr elədi ki, bütün şəhər cəmaatı odun yığsın. Şeytan gəldi dedi ki, Nemruta, dedi, o qədər odun yığırsan, onu sonra oduna yaxın durub kim atacaq Həzrəti İbrahim oraya? O odunun şöyləsindən, hərarətindən. Ona mancanaq düzəltməyə öyrətdi. Qədim silah növü idi. İlk dəfə iblis təlim elədi Nemruta. Ki, sonra ondan qədim dövrlərdə top kimi istifadə edirdilər. Taxtadan düzəltmişdilər, onu adamı bağlayırdılar, ya daşı bağlayırdılar, tartırdılar o taxtanı elastik kimi. Sonra ipi qırırdılar, o sürətlə taxtaya bağlanan daşdı, adamdı, onu uzaq məsafəyə atırdı. İbrahimi manzaranla atanda yerlə göy arasında Allahın yanğın söndürənləri, mələkləri, cinləri hamısı ya İbrahimlə qulluğuna kömək dedi, kəfa bi la yəhtac. Mənə görə dedi, heç nə ehtiyac olacaq. Böyle de Allah görür, ispat edir. Hətta mələklərin də köməyindən imtina edir. Deyir, o ki, o təvəkkül var idi orada, bizdə Allah görür. Biz bəzi vaxt deyirik ki, o dövrdə Həzrət İbrahim 5000 il bundan qabaq yaşadı, getdi. İndi o möcüzə indi ola bilməz, vallahi indi də ola bilər. Fərqlidir. İndi mən bir santimə düşmüşəm otun içinə. Fərqi nədir? O ot mənim içimi yandırır, o çətinlik. Deyir, mənim məndən təvəkkül eləsə, elə İbrahimə elədiyim ləftəri sənlə deyirəm. Bu ki, dedi, mələklərə mənə sizin köməyinizə ehtiyacım yoxdur. Allah buyurur, əmr elədim. Ömür, bərdən və səlamən. Ota əmr elədim ki, ey ot. Həzrət İbrahim üçün bərdən soyuq ol və səlamən və əmramanlıq yarat. Bütün sünni və şiir təfsirlərində yazırlar ki, əgər Həzrət İbrahim ki, otda idi, Allah Təbarək və Teala ota buyurdu, soyuq ol. Əminamanlığı buyurmasaydı, o otun soyuğluğundan İbrahim donardı. Dedi, soyuq ol, amma dondurma, əminamanlığı yaradılır. İndi bu Həzrət İbrahimin hadisəsi. Allah onu atmışdı, onu imtihan eləmişdi otuna. Nəmrud əmri olurdu. Gəldik bəhsimiz. Allah da bir gün Həzrəti İbrahim edir ki, ya İbrahim, əgər mən səni alovla imtihana çəkdim, qüvvəti var. Dedi, ya İbrahim, əgər mən sənə fəqiri müddəla eləsəm, səbri alsam səndən, səni fəqiri gülsar edirəm, səbir eləməyə alırsan. Buna necə alırsan? Dedi, ya Rəbbim, əl-fəqru əşəddü min nar Nəmrud. Dedi, ya Rəbbim, səbir olmasa, o fəqir Nəmrudun otundan çətin müsibətdir. Səbir. Səbir. Müftah kulli bəliyyət. Bütün giriftarçılıqların açarıdır. Bax, biz cəmiyyətdə yaşayırıq. Biz istəsək, cəmiyyətdən tərk dünya olaq, gedək tək yaşayaq, bəyənilməyik. Hətta bu yolu belə tutsaq, yenə orada da giriftarçılıqlar var. Cəmiyyətdə yaşasaq da giriftarçılıqlar var, çətinliklər var. Burada fərq eləmir, ha? Biri fəqirdir, ancaq bu səbir edir. Zəngin adam da, onun da öz giriftarçılığı var. Hər bir insanın bir çətinliyi var. Durumuna görə, vəziyyətinə görə. Biri ailəsindədir, biri xəstəsi ilə məşğuldur, biri borcu ilə, biri hələ bir cür. Amma bunların hamısında Allah bizə buyurur ki, səbir elə. Səbir eləməsən nə olar? İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, nə çox küfürlər ki, bəla və müsibətlərin müqabilində səbirsizlikdən insanların başına gəldi. Nə çox bəla və müsibətlər. Nədən? Adam sonra başlayır gileylənməyə. Niyə? Səbir yoxdur axı. Niyə məndə belə oldu?
Niyə mən namaz qıldım, mənimki alınmadı? Niyə? Yox, qardaşım, sən dəfələrlə söhbət olub. Allah sənə verdiyi neməti də, o görürsən kimdə ki, naz nemətin içərisindədir, ona verməyib. Onda olanı sən əldə edə bilərsən, səndə olanı o əldə edə bilməyəcək. Mən bir dəfə dedim, Allah ən böyük nemət, bu insanlar səcdə edirlər, tək sən, mən də öyle səcdə edirik. Amma kimə səcdə edir, nəyə səcdə edir? Sən bugün üzü qibləyə yanıb, Peyğəmbər və Əhl-i Beytin buyurduğu şəriətlə Allaha səcdə edirsən, Allah'ı qoşulursan, Subhanallah, Subhanallah, Subhanallah. Adam var pula səcdə edir. Adam var vəzifəyə səcdə edir. Adam var övladına səcdə edir. Adam var şöhrətə səcdə edir. Adam var maşına səcdə edir. Sənə Allah elə bir nemət verir ki, ondan məhrumdur. Və bizi şeytan gəlir o yerlərdə anladır ki, başda gileylənməyə. Amma Allah tərəfi səbr edəcək, nəticəsi nə olur? Allah əvəzində nələr verir? Əvvəli səbirdir, sonra görsən ki, Allah kömək oldadır. Mən bir dənə misal vururam, hamımız əlhəmdülillah Ramazan ayının orucunu tutan mümin müsəlmanlarsınız. İndi mənim bəlkə də imanımın zəifliyinədir, mən belə düşünürəm. Amma neçəsi ilə də olub soruşmuşam, deyib bizdə də belədir. Ramazan ayı gələndə, hələ gəlməyib Ramazan ayı, tutar ki, fərzilə Şəban ayının sonları yaxınlaşır. Biraz görsə adamın zehnindən keçir ki, mən bu orucu necə tutacağım? Çətin gəlir adamın. Ya idi mən hələ indi dözə bilmirəm, bir saatdan bir su içirəm. Mən bu orucu necə tutacağım? Amma əziyyəti nə qədərdir? Bir gün, 2 gün ki, başladım tutmağa, o səbri nümayiş elətdirdim, Allah özü kimi görür. Demək ki, Allah sənə ölənə qədər səbir eləyəcəksən. Deyir, əvvəldə özünü görsət. Sən səbir üçün atdıma, gör mən nə inəyirəm. Ya ruzu olsun. Onun bəzi vaxt, baxın, mən Allah hamıya bu cəmdə olanların, indi Hacı Məhəmməd də dua elədi, hər kimin ruzusunda çətinlik varsa, Allah xəzinə qapılarını açsın, bu cəm güzel, ruzu dalıcı olurlar. Amma bəzi vaxt, tənbəlliyin bir səs bizim öz üzərimizdədir. Əziyyətsiz ruz istəyirik. Həzrət Süleyman o qədər Allah neymət, küləyin dilini bilirdi, heyvanların dilini bilirdi, cinlər ona tabi idi. Bilqeysin təxtini bir gözlə qolda gətirsirdi. Şərqdən, qərbdən şərqə. Dünyanın padşahı idi. Deyirlər, ya Süleyman, bu qədər neydi? Dedi, hazan bil fəzl Rəbbi, Quran ayəsidir. Dedi, Allah'ın mənə ondan lütfüdür. Özü nə iş görürdü? Gündə bir dənə zəmbil toxuyurdu, verirdi nökərlə. Dedi, gedin bazardasa, mənim söylədiyimi gətir. Mən nə istəyirəm? Mən deyirəm, belə bir dənə iş olsun ki, ayda 5.000 manat, 3.000 manat maaş alır. 10 manat, 50 manat, 100 manat işin qalıcan gelmirəm. Əvəzində bəy vaxtın fəzilətli keçir, ya yatıram, ya çayxanada vaxt öldürdüm. Gedim əbi aza qalanı olun, Allah da yetirər də. O İmam Cəfər Sadiq Əleyhisselamın hadisəsini bəlkə 4 dəfə 5 dəfə mən bu şeylə danışmışam, amma çox hikmətlidir deyən icazə verin bu ilə onu nəql edeyim. Biri gəldi, dedi, ya Rəsulullah, mən müflis olmuşam, tacir idim Mədinədə. Müflis olmuşam, heç nəyim yoxdur. Bir də heç bir dinardan, dirhəmdən heç nə yoxundur. Məsələn, 2 dənə xurma alıb satırsan. Bir də heç belə evimdə, məsələn, bizim dillə deyil, bir qara qəpiyim yoxdur, heç nəyim yoxdur, müflis oldum. Bir dənə bazarda mənim boş mağazam var. Mən müflis oldum, o mağazamda ağzını bağladım, kilitlədim, gəlib oturmuşam. Amma fəqir mənə aman vermir, çətinlikdəyəm, əhl-əyalım var, çörək istəyirlər.
çətinlik, pul istəyirlər. Dedi, neyniyim? Bax, İmam Cəfər Sadiq Əleyhisselam o yolu ki, onu görsədi. Bax, o nə gözəl yolu görsədi. Dedi, sən səhər evdən çıxanda, deyinə Allah sənə təvəkkül edirəm. Bu müstəhəb dediyi insan evdən çıxanda hər gün səhər, düşün, aməntu billahi və təvəkkəltü ələllah. Allah, mən sənə iman gətirmişəm və sənə təvəkkül edirəm. Deyir, Allah mələklərlə deyər ki, bu bəndəm evdən çıxanda mənə təvəkkül elədi. Bunun yolunu hamar edir, ruzi qapılarını açır. Həzrət İmam Cəfər Sadiq Əleyhisselam buyurdu buna ki, səhər evdən çıxanda deyir, Allah sənə təvəkkül edirəm. Qeyd aç mağazanı əyləş oldu. Dedi, ya mən Osmanlı heç neyim yoxdur. Dedi, özümü Allah'a ruzu dalıca gedən kimi görsən. Özümü Allah'a ruzu dalıca gedən kimi görsən. Dedi, elə boş-boşuna oturmurdu. Dedi, get boş-boşuna oturmurdu. Gəldi, açdı bu Mədinə bazarında tükanlı mağazasını. Heç nə yoxdur, silib süpürüb. Oturdu orada. Şarban gəldi, Şamdan parça satanlar idilər. Şamdan parça gətirirdilər Mədinəyə. Bir tacir gətirdi parçalar, yığdı bunun mağazasının böyrünə. Bana dedi ki, sənin yerin boşdur deyəsən. Mənim yüküm dəvənin üstündədir. Onlar qalan yüklərini də yığım sənin dükan və mağaza var. Akşam yerdə bir 5 dinar verirəm sənə. Dedi, ha. Bir gün belə, 2 gün belə gördüm müştəri çoxalır. Dedi, buna olar, mən sənə parça vereyim, biraz ucuz qiymətə. Mən satan qiymətə sən də sat. Mən satdıra bilmirəm. Sənin də yerin var, mal da mənim malım. Biraz aşağı verib, sən mən satan qiymətə, mənfəəti bu üstünə sat. Dedi, nə olur? Gördü ki, yavaş-yavaş ruzu gəlir. Bu parça satan gələn səfər Şama ticarət üçün gedəndə pul verdi ona ki, mənim də bir dəvəlik pulum satır ki, mən üçün o parçanı gətirəcəm. Bax, evdən özünü ruzu dalaycan gedən adam kimi görsətdi Allah'a. Da indi Allah o parça satandır, bu alma satandır, bu meyvə satandır. Bu sənlik mənlik deyir, onu Allah necə getirir? Deyir, zaman az bir zamanda 20-30 dəvə ilə gedirdi, parça vururdu Şamdan, Yəməndən gətirib gəlirdi Mədinəyə. Mədinənin təzən böyük tacirlərindən oldu. Evdən çıxanda dedi, təvəkkül fərləndə, səbir elədi. Daha girəylənmədi. Demədi Allah, biri görsə bir dənə çətinliyə düşür, başlayıb bütün namazlarının rükətlərini saymağa. Yəni, mən namaz qılmışdım ki, əvəzində mənim rükət hesabı Allah mənə pul getirsin. İndi bu gün əlim kəsatdı, bu qədər səbirsizlik edirəm. Ya bir xəstəm var, deyirəm Allah, niyə mən nə bilirəm o xəstəyə xidmətlə Allah mənə nə məqam verir. Nə Allah mənə lütflər edir. Səbir həyatın hər bir mərhələsində önəmlidir. O qədər önəmlidir ki, hətta bir insan bunu dualarında düşür. Bizim Pərverdigarı, mənə səbr eləməyi lütf elə. İnsan iddia eləməsin, amma mən özüm səbr elədim. Çətindir. Düşün Allah, o səbir neymətini mənə lütf elə. Ona görə Allah Teala Həzrəti İbrahimə deyir ki, mən səni fəqirə mübtəla eləsəm, səbri alsam səndən, necə olar? Çünki Pərverdigarım, sənə sağlayam. Sənə sağlayam. Səbir olmasa, o müsibət nə vurdu, otundan ağırdı. Gözmək çətindir. Bəzi insanlar o düşdükləri çətinlikdə ki, səbir edirlər, o səbir etdikləri halda da Allah onların halına bir lütf edir. Mən bir dənə misal bunu deyirəm ki, o məsələ aydın olsun. Fərz elə ki, mən 5 gündə acam,
İndi əlimə 1 manat düşür, gedib bir dənə çörək almışam. Yolla gedirəm, görüm bir nəfər də məndən 5 metr az var. Fəqir var, dayanıb yolun qırağında. Məndən yardım istəyir. Deyir ki, məsələn, o çörəyindən bir tikədə mənə, bir loxma da mənə verəcək. Acılayıram ona. Deyirəm, özüm ölürdüm acından, güclə qalanı, ged özüm belə elə. Deyir, bəyənilmir. O da bir imtihan edilmişdir bana. Ben istifadə edib fəqir qıtlıq bürümüşdü hər yeri. Quraqlı, çörək yox, aclıq. Hamı aclıqdan əziyyət çəkir. Bir qadın necə oldu, bir loxma çörək əldə elədi. Elə istəyir o loxmanı apara yiyə, gördü bir nəfər o yandan baxır, buna deyir ki, ay xanım, mən də ölürəm acından, mənə də kömək var. Ne olur, o çörəkdən mənə də ver. Bu elə tikəni aparırdı ağzına, gördü ki, biri də buna ağzısı verdi tikəni, Hüseyin. O aldı idi bunu, qadın gecə gəldi evə, gördü ki, evdə uşaqlarından biri yoxdur. Ən balası, oğlu yoxdur. Dedi, yəqin bayırdadır, gələr. Uşaq getmişdi harasa, biyabanda itmişdi. Canavar gəlib bir uşağı, bir qadının uşağını ağzına alıb götürdü ki, apara, parçalaya bunu yiyə. Həzrət Cəbrail əleyhissalam nazil oldu, o tikəni canavarın ağzından götürdü. Gətirdi, verdi qadına. Dedi, bir tikə sən Allah yola verdi. Bir tikə də Allah sənə qaytardı. Sən öz bir tikə çörəyi verdin, Allah da canavarın sənin övladını parçalamadı, o bir gözəlini qaytardı. Görsən nə qədər bəlanı dəf edir. Biz görmürük bəlaları, amma səbirlə Allah Teala insanlardan bəlaları dəf edir. O səbir yenə deyirəm, zəngində də ola bilər, kasıbda da ola bilər, işdə də ola bilər, cəmiyyətin hər bir təbəqəsində ola bilər. Yetər ki, o səbir edib. İnsan qəzəblə, qəzəb gəlir, səbir edir. Günah gəlir, səbir edir. Dedilər, İmam Zeynalabdin Əleyhisselamla soruşdular ki, gəlin Rəsulullah, ən mümin adam kimdir? Hansı bir adamı görmüşük dayanacaqda cəmiyyətin arasında səfihlik edir. Artıq əski hərəkət edir. Amma özünün nəzm-intizamına aparır. Həzrət buyurdu ki, ən vərəin, təqvanın ən üstün növü odur ki, insan təklikdə günah eləməyir. Təkəm heç kim yoxdur. Günah üçün də şərait var. Elə bir yerdəyim ki, qohum, əqrəbə, ata-ana, heç kim yoxdur. Mənim məzəmmət edən bir adam yoxdur. Günah da çıxır ortalığa. Orada deyir, səbir eləsən, olursan ən təqvalı adam. Bugün belə bir dövrə gəlmişik ki, görürsən ki, yaxşılar qəbahətlərin yerini tutur. Bir dənə pul tapmışam. Bilirəm mənim deyil. Əgər millət bilsə ki, aparıb bunu qaytarmışım, TikTokda yazsam ki, mən 1000 manat tapmışdım. Bir qəpiyinə də əl vurmadım, getdim, yiyəsini axtardım, tapdım. Yalan olmuşsa bir 70% yazılacaq ki, sənin başını çatmır, ağılını işləmir. Ən yaxşı haldır. Niyə? Cəmaat elə düşünür ki, mən onu cibimə qoysaydım, o zəlim zirə yadır. Qəbahət yaxşılığın yerini tutdu. Yaxşılıq da qəbahətin yerini. Arladırımsa oluram yaxşı adım. Zülm edirəmsə oğlan yaxşı adam. Xəbəri yoxdur, haqqının dalına keçirəmsə oğlan yaxşı adam. Ayağının altını qazıramsa oğlan zirək adam. Bu yerdə deyirsən, səbr eləsin, adamın haqqını özünə qaytarsın, Allah da onun neçə qatını yetirərsin. Bəlkə vaxt imtihandır. O qədər imtihanlar çıxır bizim qabağımıza ki,
Elə bilirik ki, Allah Taala Yunus peyğəmbərlə, Yusuf peyğəmbərlə elədiyi imtahanlar bizi ilə eləyəcək. Hələ də oturub onu gözləyirik. Vallah billahi yox. O ənbiyanın imtahanlarıdır. Ona bizim gözümüz yoxdur ki. On bir dənə qardaş birləşdi, Yusufu atdı quyuya, atadan məhrum elədilər. Axırda da quyudan da çıxardanda 17 dirhəmə satdılar. 17 dirhəm. 17, yəni bizim elə 17 manat. Sonra 11 dənə qardaşı qucaq açdı, qucaqladı. Dedi, mən sizi üçün Allahdan istiğfar etmişim. Onlara elə qucaq açdı ki, 11 qardaş öz səhvlərini unutdular. İllərlə qardaşla danışmır, 1 metr torpağın üstündə. O bizim bu Bakıda. Bir dənə bu ona haqsızlıq edib, illərlə danışmırlar. Ondan böyük zülm olmazdır ki, bir də 11 qardaşdan biri demədi ki, ay kişi insafsız olsun, bunun da atası Yaqubdur, bizim də atamız Yaqubdur. Bu uşaqdır, bunun günahı yoxdur, buna niyə atılıb quyuya? Biri etiraz eləmədi, hamı əlqır oldu orada. Axırda hamısına qıcaq açdı. Heç qoymadı onlar peşmansılıqlarını dilə gətirənlər. Dedi, mən istəyirsin Allahdan bağışlamağı diləmişəm. Atam Yaqub da istəyirsin istiğfar edəcək. Baxın Quranın ayəsidir. Allah da o səbrin müqabilində Allah Taala ona o məqamı, o əzəməti verdi. Bəzi var, Allah görsən deyir ki, mənim bəxtim gətirmir. Gətirir. Elə bilirsən ki, səndə alınmır. Bu səndə kən gəlirsə, o tərəfdən Allah sənə nə qədər lütflər edir, xəbərin yoxdur. Nə qədər bəlaları səndən dəf edir, xəbərin yoxdur. O bir dəfə var idi, bunu dediyim fikrimi tamamlayayım ki, bəxti gətirməyən molla var idi. Bunun heç bəxti gətirmir, olan hadisədir ya. Bunun heç bəxti gətirmirdi. Amma deyir ki, elə bilirdim ki, Allahla bir bəhsdəyəm də deyir. Allah məni ilə deyir, məni bəlkidə. Baxıb gördüm ki, gülməlidir, başıma hadisələr gəlirdi. Özümlə deyir, bir dəfə deyir, gilə eləmədim də, bir dəfə demədim Allah bu nədir, niyə belə oldu. Vəziyyətim deyir, çox çətin idi. Bir bomba danışdım. Bir də maskeletim var idi. Universitetdə dərs deyirdim deyir. Ruhani libasında geyib gəlində. Utandığım o maskeleti universitetin həyətinə qədər sürmürdü. Məsələn, universitetdə bir kilometr qalmış, o ara məhəllələrin arasında saxlayırdı maskeleti, oradan piyada gəlirdim dərsə. Dərsimi dedim, gedirdim. Bir gün də deyir, biz salavaz zikr edeyik. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bir gün də dua elədim deyir. Dedim ki, elə deyir o namaz qılırdım. Dedim, Allah mənə kömək o günə. Abram gedirəm, o maskeletlə gəlirəm, tələbələrdən, doktorlar, universitet tələbələrdən. Mən kömək edirəm, mən bu maskeletdən qutarım da. Yəni ki, mənə maşın getirdim. Deyim, duan bekləyən Allah kömək edir, mən bu maskeletin şərrindən qutarım da, xəzalət çəkirəm. Nə vaxta qədər gəlib, küçəqo maşını saxlayıb 1 kilometrdən piyada edəcək. Bir gün də deyib, dua elədim, dərsdən çıxdım, gedim, özüm ki, maskeletini oğurlayım. Allah da istəmişim kömək o şərrindən qutarım. Deyir, amma o hadisə mənə ləzzət elədi. Day demədim ki, Allah, mən sənə demişim, sən mənə verdin. Deyir, güldüm, dedim, Allah şükür sənə, ayaqlarım yerindədir ki, olmasın 1 kilometr, 3 kilometrdə artıq yeriyərək. Birində də deyib, o bununla danışıb, deyir, birində də deyir, çətin durumdayam, pulum da qutarım. Bir yerə məclisdə çağırdılar məni, başqa bir şəhərə. Üzüm də gəlmədi, dedim ki, valla gəlməyə pulum yoxdur. Elə təsadüfən o adam dedi ki, filan günü mən də gedirəm həmən məclisə. Elə səni də götürüb apararam. Dedim, mənə nə olar? Allah köməyin olsun.
Gəldim, bir çıxdım minbərə, söhbət elədim, yaxşı natiq idi. Mən sağdır ya, dünyasını dəyişim. Gözəl də nitqi var idi. Gəldim, çıxdım minbərə, danışdım. Minbəri bitirəndən sonra, minbərdən düşəndə bir nəfər gətirdi, bir dənə Quran hədiyyə elədi mənə. Allah səndən razı olsun, sən nə gözəl nitq söylədin, nə gözəl danışdın. Bir dənə Quran hədiyyə elədi. Camaat deyir, görüşdü. Elə biraz aralanmışdı məscidin içərisində. Bir kişi gəldi, əlində də bir balaca uşağın əlindən tutub gəldi ki, ağa, bu mənim oğlumdur, Quran qiraətinə gedir. Gözəl səsi var, gözəl də Quran oxuyur. Dedi, mənə bir-iki ay oxusun. Dedi, o kiçik surələrdən bir dənə surə oxudu, məsələn, Nasdan, Fərəqdən. Birini avazla oxudu. Bu Quranı ki, deyir, hədiyyə eləmişlər mənə, minbərdən düşəndə. Öpdüm, dedim, bu Quranda mən bu uşağa hədiyyə edeyim. Bəxt gətirməyəni gətirməyədilər. Bir gəldim evə. Qayıtdım, gəldim. Amma bir şey olmadı da, məsələn, oradan da mənə bir elə boş-boşuna, indi bu mənim dünyəvi cəhətdən də, mənəvi cəhəti qoyulub. Getdim, bir söhbət elədim, qayıtdım, gəldim. Axşam deyir, gördüm ki, evə zəng gəldi. Götürdüm, kimdir? Dedi, ağa, salam belə işə, mənə işmə salam. Ondan, bundan deyir, evin nömrəsini axırı öyrəndim, tapdım. Deyir, valla, o Quranı sənə hədiyyə edən deyə danışır. Ki, mən ki, minbərdən düşmüşdüm, deyir, Quranı mənə hədiyyə eləmişdir. Deyir, valla da orada cəmaatın arasında utandım. Bir görüşü də məndən bir səs çıxmır da. Baxdım Qurana, deyir, dedim, yox, nə olub ki? Deyir, arasına 300 dollar qoymuşdum onu. Bu da baxmadan verib uşağa. Dedim, Allah köməyin olsun, Allah səndən razı olsun. Belə elə. Bu deyir, telefonunu sağollaşdım, qoydum. Gördüm, başqa bir dənə zəng gəldi. İndi uşağın atası zəng edir. Ayağa, Allah səndən razı olsun. Uşağın elə giriftarçılığı var idi, paltarı yoxdu. Nə, Quranı vermişdim, o 300 dollar niyə qoymuşdun arasına? Bir day yanıram burada, deyə bilmirəm, şahı insafın olsun. Onun yüzünü göndər də bir yanacaq. Deyə mən də dedim, o sağ ol, belə elə. Bu da deyir ki, mən sənin kimi səxavətli adam görməmişəm. Belə elə. Mən ürəyində dedim ki, o pul mənim cibimdə olsa, heç onun 1 manatını da verməzdim, sən mənə tərif etsin. Amma deyir, bütün bunlarla yanaşı, bilirdim, bu Allahın mənə olan bir, belə deyirdi, lütfləri də onu lütf kimi qəbul edirdi. Görün, mən necə yanaşacağım? Deyəcəm, Pərverdigara, belə oldu, niyə oldu, niyə? Güleylənmədim, deyir. Gülürdüm, ləzzət edirdim ona. Niyə? Çünki səbri ki, Allah mənə əta eləmişdi, o, məsələn, o çətinliklər gözümdə kiçilmişdi. Bir adamın ki, çörəyi pulu olmuyor. Deyək ki, 300 dolları kiməsə pay verib, deyərlər ki, bunun başı çatmırdı. Amma təsadüf elə olur ki, bu bilir ki, içində pul var. Buranı verir, pul da gedir. Allah deyir, görüm, mən bunu neynəyəcəyim? Bu nə? Təbki görsənəcək. Deyir, görürdüm, dedim, Pərverdigara şükür sənə. Pul getdi. Onun problemi həll oldu. Mənim ki, sağlamlığım yerindədir. Əhlə-yalma şükür Allah salamat. Bax, o şükürlə nələri dəf edirdi. Sonra deyir, Allah deyir, lütflər elədi ondan, çətinliklər də aradan getdi. Bir dəfə, 2 dəfə. Bəzi vaxt deyir ki, hədisdə mən rast gəldim. Deyir, Allah Teala, o peyğəmbərlər də Həzrət İbrahim'i ota atdı, sonra dedi, ged İsmail'e ayrı qoy, Kəbənin çöllüyündə, nə Kəbə var, səhrada. Sonra İsmail'in o yeniyetmə dövründə dedi, gedin onun qurban kəskinə. O Həzrət İbrahim idi, ey bəlalar, imtihanlar. Adi bəndələrdə Allah'tan bu işini bir dəfə, bir dənə kiçik bir imtihan çıxardıram qabağına. Elə bir balaca səbr edin, mənim mələklər dedim ki, dayı saxlayın, bu axıra qədər gedə bilməyəcək. Verin üstədik. Allah'a and verdi Peyğəmbərə. Allah da bizi sabir və səbr edən bəndələrindən qərar verir. Allah da bizə səbr etmək Allah'ın adlarından, sifətlərindən biridir.
Allah Teala bize sabır etməkdə özü bizləri lütfedib, özü bizlərə kömək olsun. Amin. Olmayan bəlaları, xəstəlikləri xalqımızdan, millətimizdən uzaq eləsin. Amin. Allah Teala o çətinliklər ki, bizi Allahdan, Peyğəmbərdən, Əhl-i Beytindən uzaq salan o müşkülləri, o çətinlikləri bizlərdən uzaq salsın. Amin. Millətimizi, xalqımızı, dünya millətləri arasında daim başımıza zirvələrdə qərar versin. Amin. Allah'tan bu millətdə xalqa xəyanət edən, pislik edənləri məhv nabud edilsin. Amin. O çətinliklər ki, insanın nəfəsini daraldar, yan nəfsə kürbat Allah'ın adlarından biridir. Yəni, ey nəfəslərin daralan vaxtı köməyə gələn Allah. Allah o çətinliklər ki, insanın nəfəsini daraldar, gecəsini zülmət eləyər, gündüzünü qaranlıq eləyər. Allah o çətinləri tezliklə həll eləməklə bu cəmin, ətrafımızda olanların, yaxınların, iltimas, dua edənlərin qəlblərinə sevinç, fərəh bəxş eləsin. Allah borcu olanların borclarını əda eləsin. Allah xəstəsi olanlara şifaya acil inat eləsin. Allah xəstə qulluğunda dayanan hər kim varsa onlara səbri cəmil, gözəl səbr əta eləsin. Allah xəstələr, mənim də bir iltimas dua elədilər bugün. Mənzur niyyətimdə olan xəstəyə həqqı Fatimə şifaya acil inat eləsin. Allah Teala o yerlərdə ki, o çətinliklərdə ki, şeytan gəlir, insanı vəsvəsə edir. Allah Teala öz lütfü ilə o vəsvəsələri bizlərdən, sizlərdən uzaq eyləsin. Allah zaman zülmündə təcil eləsin. Dualarında qərar versin. Təcili üçün sağ olsun.